Salam, xoş gördük hörmətli tamaşaçılar. Hər bir şuurlu insan həyatda etimad qazanmağı və məsuliyyətli olmağı özünə borc bilməlidir. Amma bir insana tək yaxın ətrafı deyil, böyük bir toplum etimad göstərəndə həmin şəxsin məsuliyyəti son dərəcədə ağırlaşmış olur. Hörmətli tamaşaçılar, bugün etimad və məsuliyyətdən danışacağıq. Qonağımız Azərbaycan politoloqu, siyasi şərhçi, tarixçi, Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur. Elman müəllim, mehriban görüş verilişinə xoş gəlmişsiniz. Şübhəsiz ki, mövzu sizə aydındır. Siz də bu xalqın bir nümayəndəsisiniz. İlk sualım belə olacaq. Elman Nəsirov kimdir? Bəlkə də bütün verəcəyiniz sualların içində mənim üçün ən qəlizi, ən mürəkkəb məhz bu sualdır. Başqalarından danışmağa nə var? Özündən danışmaq, insanın özünü tanıması bəlkə də ən çətin məsələdir. Evet. Amma sizin təqdimatda məni siz politoloq kimi təqdim etdiniz. Burada düz tarixçi kimi təqdim etdiniz. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Tarix üzrə mənim ilk elmi müdafiəm olub. Sonra isə mən siyasi elmlərdən doktorluq işini müdafiə etdim. Və eyni zamanda Milli Məclisin 5-ci, 6-cı, 7-ci çağırış üzvüyəm, professoram. Yəni, bunlar mənim birbaşa işimlə, fəaliyyətimlə bağlı məsələlərdir. Sizin sözünüzdən belə çıxır ki, deputatlar arasında etimad qazanmayanlar da yetərincədir. Yox, mən demədim. Bu sizin gəldiyiniz nəticədir. Mən elə ifadə işlətmədim. Ancaq məsələ var ki, əgər parlamentdə yeni seçilibsə, bu artıq etimadın ifadəsidir. Bir adam növbəti dəfədə seçilirsə, hətta bir dəfə... Etiraf elə demək olar ki, çoxsu da sizi kimi aktiv deyil axı. Artıq o başqa sualdır. Başqa mən bunu sual, deyə bilmərəm. Bu aparıcı kimi sizin fikrinizdir. Mən heç bir zaman öyünü deyə bilmərəm ki, mən kimdənsə daha fəalam və s. Bunu mən heç zaman söyləmərəm. Amma hər halda mən üzərində bir məsuliyyət var ki, fəal olmaq lazımdır və bayaq sizə söylədiyim kimi, Cənab Prezidentin fəaliyyəti bizim üçün örnəkdir, nümunədir. Gecəsi, gündüzü yoxdur. Və bu baxımdan əgər dövlətin başçısı bu qədər işləyirsə, bu qədər tarixi əhəmiyyətli nailiyyətlərə imza atırsa, deməli biz də parlament səviyyəsində ən azı fəal olmalıyıq, mövqe qoymalıyıq, həmin siyasət təbliğ eləməliyik, təşviq eləməliyik, cəmiyyətin içində olmalıyıq, insanların ünsiyyətdə olmalıyıq, seçkilərimizin içində olmalıyıq, onların probleminin həllinə biz dəstək verməliyik. Bu bizim amalımızdır, məqsədimizdir, o istiqamətdə biz çalışırıq. Elman müəllim, bu ölkədə kapitalı nə də görürsünüz? Hesab edirəm ki, bizim üçün ən böyük kapital insan kapitalıdır. Siz bu neftdir, qazdır, bunlar tükənə bilər, düzdür, biz yaşlı enerjiyada xüsusi prioritet veririk. Amma ən böyük kapital bu insan kapitalıdır. Və bugünkü dünya reallığında, bax bu elmin, texnologiyanın inkişafı fonunda, eyni zamanda İndi süni intellekt bu günləri 21-ci əsrin mühüm reallığına çevrilir. Bütün bunlar hamısı insan amili ilə bağlıdır. Onlar kəşf edən də insandır və elə etmək lazımdır ki, burada müasir dünyamızdakı elm aparıcı sahəyə çevrilir. Texnologiya, yüksək texnologiyalar, texnologiya malik ölkələr dünyada söz sahibinə çevrilir. Bu baxımdan insan amili məsələsi önəm kəsb edir və Əli Heydər Əliyevdən üzvbəli və Cənab Prezident İlham Əliyev də bu qara qızılı insan kapitalına çevrilmə əsas hədəf seçmişdir. Qara qızıl öz-özlüyündə, neft öz-özlüyündə bizim üçün məqsəd deyil. Bu bir vasitədir. Biz o nefti, bu sərvətimizi istehsal etmək, onu dünya bazarına çıxarmaq, ondan gəlir əldə etmək və son nəticədə onu insan kapitalına çevirmək, insan rifahına çevirmək əsas hədəflərdən biridir və indi bizə büdcə müzakirələri gedir. Birinci oxunuşda o qəbul olunub və eyni yanaşma, eyni baxış o büdcəmizdə öz əksini tapıb və inanırıq ki, Azərbaycan dünyadakı bütün bu müsbət tendensiyalar, adekvat siyasəti ən yüksək səviyyədə həyata keçirəcək və o proses bugün getməkdədir. Elman Nəsirov deputat olmaqla yanaşı həm də müəllim işləmisiniz. Tələbələriniz müxtəlif elmi siyasi sahələrdə fəaliyyət göstərirlərmi? Bəli, mən Bakı Dövlət Universitetində oxudum.
1994-cü ildə oranı bitirdim və mənim böyük elmi şuranın qərarı ilə mən Bakı Dövlət Universitetində saxlanıldım və orada elmi fəaliyyətimə başladım. Amerika, Avropa ölkələrinin yeni müasir tarixi kafedrasında. Həmin zaman ixtisasıma uyğun olaraq Birləşmiş Ştatlar mənim ixtisasım idi. Ona görə də 2 ildə getdim Azərbaycan Dillər Universitetində ingilis dili kurslarına ki, bu mənim üçün lazımdır, faydalıdır. Və sonra isə mən 1997-ci ildə Azərbaycan neftinin dünənin, bugün və sabahı mövzusunda beynəlxalq bir müsabiqənin, olimpiyadanın qalibi oldum, birinci yer tutdum o zaman. Ondan sonra məni 99-cu ildə açılan Dövlət İdarəsi Akademiyasına dəvət etdilər. Və 1999-cu ildə o akademiya açıldı. Açılandan 2 il sonra, 2001-ci ildə daha dəqiq desəm, məni dəvət etdi. Onda artıq mən müdafiə etmişdim. Tarix elmi mövzuda fəlsəfə doktoru idim. Baş müəllim idim və məni dəvət etdilər və mənim fəaliyyətim başlandı Dövlət İdarəsi Akademiyasında. Yenə də Qərb ölkələrinin tarifi. Neçə fəaliyyət göstərirsiniz? Bugün də orada fəaliyyət göstərirəm və orada mən deməli daha professorlara qədər yüksəldim və orada mən Amerika, Avropa ölkələrinin deməli müasir xarici siyasət fənni, beynəlxalq terrorçulara qarşı mübarizə və sair bu kimi fənləri deməli tədris edirdim. Amma sonra mənim bu deputatlıq işimlə bağlı artıq iş qrafikim o qədər sıx oldu ki, mən gördüm ki, artıq auditoriyaya girməyə mən vaxt taparmıram. Yəni işlərin çoxluğundan. Həm çəkilişlər, seçkilərlə görüşlər, tədbirlər, səfərlər, bunlar hamısı çox sıx qrafikdir və mənim dərslərim qalırdı. Ona görə də mən dərslərimdən imtina etdim. Amma məndə hal-hazırda əsas işim mən Dövlət İdarəsi Akademiyasında Siyasi Araşdırmalar Enstitüsünün direktoruyam, orada yardım ştabla və mənim doktorantlarım var. Onlara rəhbərlik edirəm, onların dissertasiyalarına və 12 il ərzində də Ali Statistiq Komissiyasının ekspert olmuşam. Bu dissertasiya müdafiəsi işi ilə bağlı. Hal-hazırda da Prezident yanında Dövlət İdarəsi Akademiyasının Müdafiə Şurasının üzvüyəm. Bu baxımdan yeni birbaşa elmi fəaliyyətimi bu istiqamətdə davam elətdirirəm. Doktorların yetişdirilməsində iştirak edirəm və indi hal-hazırda da bir kitab üzərində işləyirəm. İndi o da yəqin ki, ilin sonunda yekunlaşar. İlin sonunda artıq necə deyərlər, son səhifələr yazılır. İnşallah. Kitab nədən? Daha çox yaşlı enerji ilə bağlı məsələlər üzrə etibar edəcək. İnşallah. Yəqin ki, açılışını eləyərsiniz, Prezident. Elman müəllim, bugün xalqın istəyi nədir? Sualınız xalqın istəyi çox şeydir, amma dövlətimizin başçısının belə bir fikri var. Deyir ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, təhlükəsizliyi, xoşbəxt həyatı dayanır. Və eyni zamanda bizim konstitusiyamıza baxsanız, 12-ci maddədə aydın mətnlə yazılır. Dövlətin deməli ali məqsədi nə olsa yaxşıdır? Dövlətin ali məqsədi. Bu öz vətəndaşının ləyaqətli həyat səviyyəsinin təmin edilməsi. Deməli, xalq da istəyir ki, o ləyaqətli həyat səviyyəsi təmin edilsin. Bax, fikir verin, Cənab Prezident əhalinin sosial rifahı, bu yandan konstitusiyada ləyaqətli həyat səviyyəsi, bunları da xalq istəyir. Həm sosial rifahı yaxşı olsun, həm təhlükəsizliyi təmin edilsin. Ola bilsin ki, mədən dolu olsun, amma təhlükəli bir vəziyyətdə olasan, təhlükəsizliyin təmin edilməmiş bir vəziyyətdə olasan. Deməli, ikisi də bir-birinə bağlı məsələlərdir və ləyaqətli həyat səviyyəsi. Və bu istiqamətdə də dövlətin siyasəti həyata keçirilir. Yəni, kimin şübhəsi varsa, 2026-cı ilin büdcəsinə bir daha baxsın. 2026-cı ilin büdcəsində bizim 41 milyard 700 milyon manatlıq bizim xərclərimizdir. Yəni, biraz da açıq desəm, il ərzində biz 41 milyard 700 milyon pulu xərcləməliyik dövlət olaraq. Bunun 41% sosial istiqamət, yəni 17 milyard manat, 41%. Onun 21%, elə də 62% birlikdə. Hansı istiqamətdir? Bizim müdafiə təhlükəsizlik xərclərimiz. Müdafiə təhlükəsizlik. O da 8,7 milyard manatdır. Bizim üçün əsas məsələlərdən biri Qarabağın Şərqi Zəngəzur bərpasıdır. Düzdür? 3,5 milyard manatda o istiqamətdə, o da 8,4%. İki hesablayaq. 41% sosial,
21% təhlükəsizlik, 62, o yandan da 8%-dən çox, yəni 70%-dən çox bu günlər bizim sosial rifah, əhalinin təhlükəsizliyi və Qarabağın bərpasına xərclər gedir. Qalan 30% bütün digər sahələr. Baxın, özünüz görün ki, dövlətin siyasətində necə Azərbaycan vətəndaşı onun sosial rifahı və təhlükəsizlik məsələlərinə xüsusi önəm verir. Elman müəllim, xalqın məsuliyyəti, belə deyək də, böyükdür, böyük məsuliyyətdir. Bəs məsuliyyətin arxasında nələr durur? Bilirsiniz, mən insana xas olan keyfiyyətlər içərisində hesab edirəm ki, ən dəyərlisi, ən önəmlisi elə məsuliyyət hissidir. Məsuliyyət hissidir. Düzdür, bir filosofdan bir gün soruşurlar ki, insanlığa ləkə ola biləcək keyfiyyət hansıdır? Ləkə ola biləcək. O xəyala dalır, yəni dərhal cavab verə bilmir. Ondan soruşurlar ki, belə böyük filosof doğrudanmı bu sualın qarşısına aciz qaldı? Dedi, yox, aciz qalmadım. Sadəcə düşündüm ki, siz mənə bu sualı əgər cavanlığımda versəydiniz, mən deyərdim ki, nifrət, insan daimi nifrət hissini yaşaya bilməz, onun daxilən dağıdır. Amma indi axır yaşında sual vermişsiniz, nifrət demirəm. İnsanın üçün ləkə ola biləcək keyfiyyət, bu biganəlik və laqeydlikdir. Səndən keçən mənə dəydi, məndən keçən sənə dəydi, səndən məndən keçən zərbə vətən sənə dəydi. Yəni, biganəlik və laqeydlik bunu söylüyor. Amma soruşanda ki, bəs insanlığın bəzəyi ola biləcək keyfiyyət hansıdır, dərhal cavab verir. Minnətdarlıq hissi. Biri sənə yaxşılıq edib, sənin karına gəlib, sənin köməyə dəyib, heç zaman unutma. Minnətdarlıq hissi ilə yaşa. Və minnətdarlıq hissini yaşayan insanlar da ilk növbədə məsuliyyətli olmalıdır. Məsuliyyət hissi olmayanda biganəlik və laqeydlik də başlayır və eyni zamanda minnətdarlıq hissindən də uzaq olursan. Ona görə mən hesab edirəm ki... Söhbət burada xalqın istəyindən gedir də. Yəni, məsuliyyət. Məsuliyyət məsələsi xalqın çox geniş məsuliyyətdir və bilirsiniz, John Kennedy'nin sözləridir, ABŞ-ın prezidenti John Kennedy'nin sözləridir. Deyir ki, heç bir zaman sual vermə ki, dövlət mənim üçün nə edib? Sual verir ki, mən dövlət üçün nə etmişəm? Çox zaman biz bu kateqoriyaların yerini qarşıdırırıq. Biz yerini dəyişirik bəzən, yerdən səhv salırıq. Yəni, həmişə dövlətdən tələb etmək bu da anlaşılandır. Çünki hakimiyyətin mənbəyi xalqdır və xalq eyni zamanda hakimiyyətin mənbəyi olaraq dövlətdən də tələblər eləyə bilir, öz istəyini bilir və s. Amma eyni zamanda hər birimiz də o sual verməliyik ki, yaxşı, bir dövlətdən istəyirik də, bu macaqlarımız var. Bəs bir gündə özümüzə sual verək ki, biz bu dövlət üçün biz nə etmişik? Hesab edirəm ki, suallar və məsuliyyət qarşılıqlı olmalıdır. Bir-birlərinə zəncirvari bağlı olmalıdır. Ona görə də, bax, ancaq bir düşüncə ilə yaşasan ki, dövlət mənə nə edib, onda işlər yaxşı getməyəcək. Mütləq ikinci suallarına cavabını tapmalısan. Bax, o cavabı tapanda hesab edirəm ki, ya özündən narazı qalacaqsan ki, doğrudan da mən dövlətdən onu istəyirəm, bunu istəyirəm, onu istəyirəm, bunu istəyirəm. Məsələn, mən özüm bu dövlət üçün, bu xalq üçün nə etmişəm? Bax, o sualın sən müsbət cavabını tapsan, onda hər şey əladır. Yox, görsən ki, sənin edəcəyin bir şey olmuyor, ancaq ummusan, ancaq küsmüsən, ancaq tələb eləmişsən, bu artıq vəziyyəti dəyişir. Ona görə burada qarşılıqlı asıllıq var və dövlət ilk növbədə öz vətəndaşının sosial rifahını təmin etməlidir, onun ləyaqətli həyat səviyyəsini təmin etməlidir. Bu ən vacibdir, bu konstitusiyamızda dediyim kimi yazılıb. Eyni zamanda vətəndaş da həmin dövlətin maraqlarını müdafiə etməlidir və xüsusilə ümumilli məsələlərdə burada Azərbaycan vətəndaşı olan həm iqtidar nümayəndəsi, həm müxalifət nümayəndəsi, həm də ki, bir tərəf eyni mövqedən çıxa bilməlidir. Eyni mövqedən. Necə ki, biz bunu 2-ci Qarabağ müharibəsində gördük. O ki, bütün siyasi partiyalar bir-ikisi istisna olmaqla Azərbaycan xalq işini müdafiə etdilər və bir yumruq kimi onlar da xalqın ətrafında birləşdi. Siyasi baxımdan bəyanatlar verdilər, imzalarını qoydular. Bax, bu ümumilli məsələdə ortaq mövqedir və bizim qələbəmizi təmin edən amillərdən biri də məhz bu oldu. Hesab edirəm ki, bax, bu yanaşma düzgün olmalıdır ki, dövlət mənə edib, nəyi edib, hansı addım atıb və mən nə etmişəm, mən hansı addım atmışam. Belə bir yanaşma daha düzgün. Elə çünki hər kəs özünə cavab deyildir.
Siz belə dövlətdə dövlət vətəndaşının qayğısına qalmalıdır, onun problemini həll etməlidir, bu öz yerində. Yəni, dövlət vətəndaşın ləyaqətli həyat səviyyəsini təmin etməlidir, onun sosial rifahını təmin etməlidir, onun təhlükəsini təmin etməlidir. Bu dövlətin borcudur. Amma bu bir tərəfli yol deyil də. Qarşı tərəf də özünə bir sual vermək, bəs mən nə etmişəm? Mən öz sahəmdə bu dövlət üçün hansı dəstək olmalıdır, mənəvi dəstək olmalıdır. Doğru, düz, tamamilə doğrusunuz. Bunlar asılı məsələlər. Elman müəllim, müsahibələrinizin birində demişsiniz ki, hədəfdəyəm. Müxtəlif iftiralar uydururlar və yenilərini icad edirlər. Radikallarla sonadək varam. Dediyiniz o radikallar çoxdur ətrafınızda. Nədir onları narahat edən? Yox, məsələ ondadır ki, bilirsiniz, əgər mövqeyin varsa, əgər sən dövlətini, dövlətçiliyini, prezidentini müdafiə edirsənsə, bir mənalı şəkildə müdafiə edirsənsə və əks cəbhədə dayanan qüvvələr bu halda sənə hücum etməyə başlayırlar. Deyirlər ki, onu susturun, onun dilini kəsin, ona imkan verməyin ki, danışsın. Çünki onlar, bilirsən, öz xislətləri etibarilə onlar antimillidirlər, antimilli ünsürlərdirlər, onlar milli dönüşlərdirlər, milli satqınlardirlər, əzin adlarını bloger də qoya bilərlər. Amma əslində bu dövlətin, bu millətin əleyhinə danışanlardirlər, fəaliyyət göstərənlərdirlər. Mən onlarla mübarizədəyəm, onlara qarşı öz sözümü deyirəm, mövqeyimi ifadə edirəm, ölkənin daxilindəki milli dönüşlərə, ölkənin xaricindəki satqınlara qarşı həmişə açıq mövqeyimi ifadə eləmişəm. Və bir şey sizə söyləyeyim, məsələn, elə insanlar var ki, onlar konstruktiv müxalifətdir, yəni onlar radikal müxalifət deyil, konstruktiv müxalifətdir. Müsbət, deməli, hesab etdiklər məsələlərlə bağlı, müxalifətdə olsa da tərifləyirlər, xoş sözlər deyirlər, dəstəkləyirlər. Hesab etmədikləri məsələ tənqid edir. Məsələn, həmin adamlardan dəfələrlə olub ki, mənə söyləyiblər ki, biz əks qütbdəyik, sən iqtidar təmsilçisən, biz müxalifət təmsilçiyik, amma sənə bir cəhətinə görə hörmətinə yanaşırıq mənə. Nəyə görə, hansı cəhətinə görə? Dilə sənin bir sifətin var. Sən öz iqtidarını, öz hakimiyyətini gəlib burada müdafiə edirsən, dövlətin siyasətini, prezidentin siyasətini şərh edirsən, təbliğ edirsən, təşviq edirsən, buna hörmətlə yanaşırıq. Amma adamlar var ki, bilirsiniz, o yaxşı olan sindromu deyilən bir şey var. İqtidarla bağlı xoş sözlər deyir, iqtidarı tərifləyir, uğurların haqqında öz fikirlərini bildirir, müsbət fikirlərini söyləyir. Amma bu iqtidarın ayağını qazan qüvvələr ki var, ona düşmənçilik edən qüvvələr ki var, o antimilli ünsürlər ki var, onlar əleyhinə bir kəlmədə söyləmir. Çox qəribədir ki, onlar da bu iqtidarın ayağını qazanlar da həmin adam haqqında deyirlər ki, yaxşı olandır. Yaxşı olan sindrom budur ya. Deməli, bu ikiyüzlükdür, bu riyakarlıqdır. Onlar nə deyir? Dedim, mövqeyin olsun. Mövqeyin olsun. Mənim mövqeyim birdir. Mövqe odur ki, bəli, mən ideoloji sahədəyəm. Mən hakim partiyanın təmsil edən deputatam. Mən cənab prezident bu hakim partiyanın rəhbəridir, ölkə rəhbəridir və mən onun siyasətini təbliğ edirəm. Bir mənalı şəkildə təbliğ edirəm, cəmiyyətə çatdırıram, geniş ictimaiyyətə çatdırıram, mətbuatda, televiziyalarda, Milli Məclisin tribunasında mən bunları edirəm. Amma eyni zamanda bu siyasətin əleyhinə olanlarla döyüşlüyəm. Bu siyasətin tam əksini söyləyənlər, bu siyasəti qəbul etməyənlər, bu siyasəti gözdən salmaq istəyənlər, şər, böhtan, ləkələmə kampaniyası aparanlarla mən döyüşlüyəm. Və hətta mən döyüşdə onların öz içərilərinə girib onlarla döyüşürəm. Öz içərilərində, məsələn, Azadlıq Takı radiostansiyası ilə meydanda, onların, mən mətbuat orqanlarını söyləyirəm, onların içinə girib, deməli, mən öz fikrimi söyləyirəm. Polemikaya girirəm və iqtidarın, dövlətimin haqlı işini müdafiə edirəm. Hesab edirəm ki, ən düzgünü budur. Yoxsa sən iqtidarı müdafiə elə, amma iqtidarın əyağını qazanlar, onun əleyhinə tor hörənlərlə bağlı bir kəlmə də danışma, bir kəlmə də mövqe demə, onu da bu riyakarlıqdır. Bu qəbul edilməz, qorxulu tendensiyadır. Mən belələri ilə də mübarizədəyəm. Yəni, sonadək varsınız, belə çıxır sözünüzdən. Sonadək varım ki, mənim əqidəm formalaşmış əqidədir və mən dərk edilmiş bir fəaliyyətlə məşğulam. Dərk edilmiş bir fəaliyyətdir. Mən bilirəm ki, bax, iqtidarın atdığı addımlar xalqın istəyinə adekvat, ona uyğun addımlardır. Xalq nə istəyirdi? İstəyirdi ki,
bu 30 il işğal altında olan Qarabağ torpağının işğaldan azad edək. Buna nail olmaq. Bu iqtidar ona nail oldu. Cənab Prezidentin rəhbərliyi altında tarix yazdı. Buna nail oldu. İndi xarabazada çeviri vermənilər. Bütün o işğaldan azad olmuş torpağımız nə gün, hansı vəziyyətdə idi bilirsiniz də, daşı daş da qoymamışdılar. Və indi sıfırdan həmin ərazilərin bərpası gedir. Bax, 2021-ci ildə bu proses başlayıb, 2025-ci ilin sonuna qədər 22 milyard manat bu istiqamətçi vəsait aldı. İndi gələn ildə daha 3,5 milyard manat, yəni 25,5 təxminən 26 milyard manata qədər vəsait ayrılır Qarabağın Şərqi Zəngəzur bərpasına. Yəni bizim üçün bu ərazinin bilirsiniz də misilsiz qiymətli dəyəri var. Bunu xalq görür, xalq dəstəkləyir. Buna qarşı hücum edənlər, bu siyasəti gözdən salmaq istəyənlər heç bir zaman Qarabağdan Rusiyanın sülhməramlı qüvvələri çıxmayacaq. Bu mümkünsüzdür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev nail ola bilməyəcək. O bunu bacarmayacaq deyənlərlə mən döyüşlüyəm, onlarla mübarizəliyəm və sübut edirəm ki, siyasi səhnədən gedin daha. Tərk edin bu siyasi səhnəni. Niyə? Çünki dedikləriniz hamısı yalandır, iftiradır. Siz özünüzdə güc tapın, deyin ki, Cənab Prezident, biz sizə qarşı müxalifətdəyik. Amma müxalifətçi olmaq heç də həqiqətə üzünə kölgə salmaq deyil. Sizin filan addımlarınızla müxalifət ola biz bəyənməyə bilirik. Amma biz onun fərqindəyik ki, siz Qarabağı azad etdiniz. Biz onun fərqindəyik ki, siz bizim əsrlərlə arzumuz olan ərazi bütövlüyümüzü bərpa etdik. Çünki bilirsiniz də 200 ildən çoxdur ki, bizim torpaqlarımız işğal altına düşürdü və biz torpaqlarımızı geri ala bilməmişdik. İlk dəfə bunu Cənab Prezident İlham Əliyev həyata keçdi. Buna görə təşəkkür edin. Amma görürsünüz, öz xislətlərindədirlər, çünki onların ipi başqalarının əlindədir və onlar diktə altında fəaliyyət göstərirlər, pullarını verirlər, dilə mahnını ifa edin və onlar satılmışlardılar. Bunlar dəyərli bizim üçün itirmiş insanlardılar və təəssüf ki, onlar pasportlarında Azərbaycanlı oldular, qeyd edilib bu formada. Amma məzmun etibarilə onlar daha çox erməni lobbisi və diasporanın bir alətdirlər. Ermənipərəst siyasi dairələrdə heç nəyə seçilmirlər və ona görə də bizim mübarizəmiz həm də onlarlandır və mən bu prosesdə fəal olduğumdan da hədəfə alırlar məni, başlayırlar deməli əleyhimə yalan, falan, iftira, cürbəcür mexanizmə işə salmaq, amma heç bir xeyir olmayacaq. Mən xaraktercə güclü insanım, özümü belə hissədir. Hətta sizə bir şey deyim, məndən təzyiqlər çoxaldıqca bu mənə stimul verir. Deməli, mən bir daha həmin olaram ki, bizim işimiz haqq işidir. Haqq işi olmasaydı, bu cür vətən satqınları mənimlə bu cür deməli mübarizə aparıb mənə qarşı bu cür kampaniyalar həyata keçirməzdilər. Ona görə mübarizə sona qədərdir, sona kimidir və bu yolda heç kim bizə mane ola bilməz. Biz Cənab Prezidentin ətrafında monolit bir qüvvə kimi formalaşmışıq. Xalq öz prezidentini sevir, onun ətrafında bir qüvvədir və Cənab Prezident də xalqının mənafeyini irəli gələn müstəqil siyasət həyata keçirir. Müstəqil siyasət. Biz də həmin siyasəti təbliğ edirik. Təbliğ edəndə düşmənlər xoşuna gəlmir, həm də bizi də hədəfə alır. Amma keçməz. Biz öz yolumuzla gedirik. Bu həqiqət yoludur. O yol Azərbaycanı daha böyük nailiyyətlərə aparan yoldur və o yolda bizə kimlərsə şlagman qoymaq, kimlərsə mane olmaq istəyirlər, gedib başqa işlə məşğul olsunlar, vaxtlarını boş-boş şeyə həsr etməsinlər. Elman müəllim, həyat sizin üçün nədir? Sizin suallarınız daha çox fəlsəfi suallardır. Həyat mənim üçün birincisi çox şirin bir nemətdir həyat. Bu həyatı sevmək lazımdır və həmişə şükür etmək lazımdır. Şükür etmək lazımdır. Biz elə adamlar var, ruhən, təbiətən bəzən pessimistdir. O, hətta hər şey yaxşı olanda da belə nəsə narazıdır. Xarakter. Və hətta mən insanlarla söhbət zamanı deyirəm ki, mənim pulum yoxdur, imkanım yoxdur və s. Deyirəm, səhhətim necədir? Min şükür, cavan adamım, yaxşıyam, səhhətim yaxşıdır. Dedim, sənin bu dəqiqə, bax, özünün bu dəqiqə, zənginin odur ki, bax, hamı, sənin bütün sağlamlığın var, gözün yerində, qaşın yerində, ciyərin, ürəyin, mədən, ayağın, yəni bütün orqanların hamısı yerində, sağ düzdür. Sən bu dəqiqə özünün xəbərin yoxdur ki, milyonlarla sənin dəyərin var. Sənin bundan heç xəbərin yoxdur.
xəbərin yoxdur. Çünki insanlar var ki, bəlkə milyonu var, amma səndəki o ürək onda yoxdur, xəstə ürəyi var. Səndəki o ciyər onda yoxdur, səndəki öd onda yoxdur. Milyonu var, tutaq ki, ayağı yoxdur. Və yaxud bax, bunlar hamısı, yəni nikbin olmaq lazımdır, nikbin. Səhər yerdən qalxanda bir güzgüyə bax, bir gülümsə, denən ki, ya Rəbbim, nə yaxşı ki, mən səhər oyanmışam, sağlamam, indi işə gedəcəyəm, işdən qayıdacağım və yaxud da ki, bir məşğuliyyətimin dalıcı gedəcəyəm, onun üçün maraqlı nə məsələ varsa, onun ardınca gedəcəyəm və bunları edə bilirsəniz, bunun özü xoşbəxtlikdir. Xoşbəxtlik, bunu sadəcə dərk etmək lazımdır. Və sizə bir episodda danışım, sonralar məşhur bir yadçı olur. Uşaqlıqda mən özümü ən bədbəxt insan hesab edirdim. Ən bədbəxt. Niyə? Çünki atam kasıb, anam kasıb və mənim yaşıdlarım, mənim 5-6 yaşım vardı, yaşıdlarım həyatda futbol oynayırdılar. Mən isə onlara qoşulub oynaya bilmirdim. Niyə? Çünki onlar məni ələ salacaqlar, mənim geyməyə ayaqqabım yox idi. Əgər yalan da gedib onlarla oynamaq istəmirdim, utanırdım. Məndə bir natamamlıq kompleksi var idi. Bilirsiniz, nə vaxta qədər mən bu halı yaşadım. Nə vaxta qədər mən ünsiyyətdən qaçdım. Nə vaxta qədər özümü bədbəxt hiss elədim. O vaxta qədər ki, bir gün özümdə cürət tapıb ayağım düşdü və gördüm ki, mən yaşda olan bir uşaq deməli, bir ayağı yox, bir ayağı üstünə tullana gəlir, çəlikdə gəlir və gördüm ki, ola bilsin ki, nə zamansa mənim ayaqqabım olacaq, amma heç bir zaman ayağı olmayacaq. Bunu görəndə mən Allahıma şükür etdim ki, ya Rəbbim, mənim ayaqqabım yoxdur, bunu özümə dərd eləmişəm. Bu yaşlığım üçün ümumiyyətlə ayağı yoxdur. Ondan sonra da mən utanmadım, çəkinmədim, sonralar mənim ayaqqabım da oldu, sonralar mənim hər cür şəraitim oldu, amma həmin o uşağın heç zaman mənim xəyalımdan getmir ki, indi o yaşlaşıb da, amma yenə də onun ayağı yoxdur. Bax, bilirsiniz, yanaşma fərqli olmalıdır. Şükr etməlisən, yəni həmişə şükran hissini yaşamalısan. Bilməlisən ki, hər şey düzələcək, hər şey yaxşı olacaq. Çətinliklərin altında sıxılmaq yox, çətinliklərin özünə bəzən stimul kimi baxmaq. Necə deyirlər, problemin çətinlikdən bir fürsət kimi istifadə etmək lazımdır. Fürsət kimi istifadə etmək lazımdır. Və inanın ki, nikbin olduqda, sonra məsələlərə beləcə nikbin, optimist ruhda yanaşma olduqda, onda hər şey düzələcək. Nikbin adamlar təyyarəni icad edirlər, bəlbinlər isə paylaşılır. Deməm, deputat olaraq seçicilərinizin qeydinə yetərincə qala bilirsiniz? Ən azı mən bu istəklə yaşayıram və çalışıram ki, seçicilərimin etimadını qazanım. Bu mənim üçün çox önəmli məsələdir. Və hesab edirəm ki, biraz onu mənim deməyim düzgün çıxmaz, amma prinsip etibarlı görüşlərdən sonra qulağıma gələn sədalarını eşidirəm ki, prinsip etibarlı məndən razıdırlar. Çünki onlar istəyirlər ki, deputatları onların sözünü parlamentdə desin, problemlərini qaldırsın, onlarla görüşə gəlsin, fəal olsun, mövqeyi olsun. Mən Cəllabadın adını, Cəllabadın kəndlərinin adını o qədər parlamentə səslənmişəm ki, hətta bizim deputatlar, məsələn, Bayxanlı kəndinin adını əzbər bilirlər, Bayxanlı. Niyə? Çünki mən deputat seçildikdən sonra İranla tam sərhəddə olan bir kənddə əsas niyyətimin biri o ki, o kəndlərin kabelləşməsi, elektrik xətlərin kabelləşməsinə nail oldu və bunu da nail oldum və bizim bu istiqamətdə Azər İşıq ilə çox yaxşı ünsiyyətimiz var və mən sizin efinizdən də istifadə edib Azər İşıq rəhbərliyinə şəxsən Vüqar Məhəmmədova öz dərin təşəkkürümü ifadə edirəm. Siz təsəvvür edin ki, 35 kəndin kabelləşməsi tam bitib. Kabelləşmə o deməkdir ki, bütün 60 ildən bəri qalmış o köhnə məhdillər, dirəklər hamı sökülüb atılıb. Yeni transformatorlar qoyulub da, yağış yağdı, küllər qopdu, işıq söndü, söhbəti yoxdur. 35 kənddə bunu etdik. 26 kənddə işlər yekunlaşma mərhələsindədir və eyni zamanda 2026-cı il daha 10 kənd də salınıb həmin siyahıya və işlər gedib və insanlar ünsiyyətlərdə onlar təşəkkür edirlər ki, doğrudan da Azər İşıq bu vəzifələrin ötəsindən ləyaqətlə gəlir. Biz də Lənkəran regional İşıq idarəsində rəhbərliyi ilə də mən tez-tez ünsiyyətdə oluram, məsələləri qaldırdım və dərhal yerindəcə həllini tapır. Buna çox sevinirik. Və parlamentdə çıxışlarımın birində İranla sərhəd kəndlərdə yol məsələlərini qoydum və dedim ki, Bakıdan Cəllabada 2 saata gedirsən. Çox gözəl yollarımız var. Cənab Prezident çox bir diqqətli qayğı sayəsində bizim ta Astariyaya qədər, İran sərhədinə qədər gözəl yollarımız var.
Amma Cəllabadın bir kəndindən, İranla sərhəd kəndindən Cəllabad şəhərinin özünə də təxminən 2 saat vaxt lazımdır getmək üçün. Niyə? Yollar bərbaddır. Hətta mənə bəzi faktlar dedilər ki, yayda sahədə ilan birin çalanda o zərdabın olmamağına, onun əleyhinə dərmanın olmamağına yox, məsafənin böyüklüyünə hətta insanlar həyatını itirməli olurlar. Belə hallar da mənə danışmışlar. Və bu məsələləri mən parlamentdə qaldırdım. Baş nazirin iştirakı, hökumətin iştirakı olan deməli, parlament iclasında qaldırdım və söylədim ki, İranla sərhəd kəndlər xüsusilə həssas yanaşmaq lazımdır. O kəndlərdə əgər qısa zaman ərzində yollar çəkilməsə, kənd cəmiyyəti gedirlər, daha qalmırlar kəndlərdə, tərk edirlər. Məktəblər artıq, məktəblərdə şagird daha tapılmayacaq. Demiyorlar ki, Bu çox ciddi problem idi. boş Necə yoxdur. deyək, bir sos siqnalı oradan Kimin bir sual səsləndirdik verirsən ki, və rayonda, kənddə nə var darıqda? Nəticədə onu deyim, mən Azərbaycana təşəkkür edirəm ki, nəticədə düz 20 kəndin yolları çəkildi, 35,6 kilometr yollar çəkildi və indi həmin o dediyim yollarda asfalt yollardır, çox gözəl yollardır. Yəni məsələni qaldırdı parlamentdə, baş nazir səviyyəsində yüksək reaksiya, Azərbaycan yolundan yüksək reaksiya və bir il ərzində bax 12, daha doğrusu 20 kənddə 36-12 kilometr yol çəkildi və hətta orada bir Təklə kəndi var idi, onun körpüsü çox bərbad vəziyyətdə idi, çox bərbad. Yollar çəkilib, amma o körpü bərbad vəziyyətdədir. Hətta mənə söylədilər ki, bilirsiniz bu nəyə xatırladır? Dedilər ki, elə bir ki, bəy gəlib nişanlı evinə, geyinib, keçinib, qalsıqda, gözəl kostyumda. Amma onun ayaqqabısı köhnə bir ayaqqabıdır, tozlu bir ayaqqabıdır. O bütün o gözəlliyi itirəcəkdir, o bircə ayaqqabı. Həmin bu körpü ona bənzəyir. Gözəl yol çəkilib, 2 yol gəlib körpüdə birləşir, körpüsü bərbad gündədir. Və Azərbaycanda yol körpünü də dəyişdi, onu da rekonstruksiya elədi. Və indi insanlar çox məmnundular. Dediyim kimi 35 kənddə elektrik sistemi kökündən dəyişib, 26 kənddə bu proses yekunlaşır, 10 kənddə bir daha vurğulayıram ki, yenidən bu yeni kəndlərdə bu işlər gedəcək və adamlar razılıq edirlər. Amma qazla bağlı problemlərimiz var. Azərqazla bağlı bizim problemlərimiz var və açıq şəkildə bunu deyirəm. Parlamentin o günkü iclasında da söylədim. Cəllabadın 118 kəndi var. 118 kəndindən 63 kənddə ümumiyyətlə qaz yoxdur. Həmin o odun alırlar, odundan istifadə edirlər və meşələr dağıdılır bunun sayəsində və insanlardan kənddən 150 nəfərin adından məktub, 80 nəfərin adından məktub, 100 adamın adından məktublar mənə gəlib. Mən də Azərqazı rəhbərliyinə gedib kabinetində görüşmüşəm, birbaşa məsələləri qaldırmışam, məktubları göndərmişəm. Hələ bu günə kimi də bu istiqamətə heç bir adım atılmır. Bəs iş yerlərini necə? Cavanlarımızın çoxsu şəhərə axım eləyir. Azərişirlə, bax, necə bizim vəziyyətimiz yaxşıdır, necə öz işlərini həyata keçirirlər və insan, vətəndaş məmnunluğu təmin edilir. Azərqazla bağlı təəssüf ki, eyni şeyləri mən bu dəqiqə söyləyə bilməm. Amma ümid eləmək istəyirik ki, onlar da deməli, bu məsələ həssas yanaşacaqlar. Ən çox onları narahat edən bugün nədir? Ən çox narahat edən məsələlərin sırasında bu işsizlik, məşğulluq məsələləridir. Məşğulluq məsələləri, bunu mən qeyd etmək istəyirəm. Bu sahədə hələ müəyyən, hələ həllini gözləyən məsələlər var. Hesab edir ki, məşğulluq probleminin həll olmalıdır. Düzdür, onunla bağlı müəyyən addımlar atılır. Amma məsələ daha böyükdür, daha ciddidir və nəticədə düzdür, urbanizasiya deyilən bir məsələ var ki, bütün dünyada var. Kəndlərdən paytaxtlara gənclərin axını və s. Şəhərlər həmişə cəlb edici olub. Yəni, bunun da qeyd eləmək istəyərdim. Amma prinsip etibarilə, bax, bu iş yerlərinin açılması məsələ çox önəmlidir. Həm də çox istəyərdim ki, adamlar həm də çox qəribə bir tendensiya da var. İşdən uzaqlaşdıqca bir əl qolu da soyur. Siz indi yaradıcı insan ola bilirsiniz ki, bir yazı, bir süjet hazır etsən, bir yazı yazsan, bunu yazdıqca, bu işləri gördükcə həm də bir vərdiş əmələ gəlir. Bir ay, 2 ay bunları etməyin. Görürsən ki, yazmaq çətinləşir, sanki söz artıq gəlmir. Və insanlarda da bəzən gənclərimizdə də belə hallar olur. Məsələn, mən Cəllabadda kartof yığımı mövsümündə 2 gənci qəbul etmişəm. Soruşurlar, deyirlər ki, mən iş tapmaqda mənə köməklik edin və s. Sahibkara zəng edirəm, deyir ki, gəlsin, gündə 30 manat verelim, 2 qardaş gəlsin, gündə 60 manat aparsın, bir ayda 1800 manat verir.
1800 manat. Mənim də cavabında deyirlər ki, çox istidir, mənim orqanizmim buna dözməz. Mən gün altında mən bunu necə edim? Amma deyirəm, Sovet dövründə üzümlüklər var idi Cəlilabadda, biz Şamaxı idi Cəlilabad, üzüm sahəsində çox məşhur idi də. Və o zaman bütün gənclər, qızlar, oğlanlar hamısı üzüm plantasiyalarında iyulda, avqustda o üstün altında belirlənən üzümləri daşıyırdılar və yüksək əmək alırdılar, dolanırdılar da. Yəni ümumiyyətlə o fikir yox idi ki, günəş var, istilik var. Amma etiraf eləyək, o vaxtı işsiz adam qalmamışdı. Yox, mən deyirəm, hətta beləncə işlər çıxanda belə analoji yanaşmanı görəndə, məsələn, başqa bir tendensiyanı deyim. Siz rayonda gedin tutaq ki, həyətinizdə bir iş görülməz, bir ustaya ehtiyacınız var, düzdür? Ustanı axtaranda, usta onun fəhləsini siz bir həftə, 10 gün ərzində tapa bilməyəcəksiniz. Deyəcək, mən əlimdə iş var, onu bitirim, gəlim. Və adını qeyd edəcək ki, 10 gündən sonra mən bitiririm, gəlib sizin işinizi görürəm. Və sizdə işi görən vaxt isə növbəti sifarişlər alacaq. Deməli, əlindən iş gələn, sənətkarlıq olan, bu maşın ustalarıdır, rayonda maşın, vaxtları yoxdur. Vaxtları yoxdur, yəni ki, bütün vaxtı işləyirlər və pul qazanırlar. Tutaq ki, ev ustalarıdır, maliyyələr. Yəni bir işin qulpuna yapışmalısan da, get peşə məktəbində oxu, müəyyən peşəni öyrən. Məsələn, yayda kondisioner ustaları ki, yoxdur, sonra bunlardır. Yəni, inanın ki, onlar tapmağa hamısı məşğuldur, vaxtları yoxdur. Neçə diplomlu olanlar da işsiz qalıb küsürlər, savadları var. O peşəni başa düşdük. Peşəsi savadı yoxdur. Özü də təbii ki, bir peşədən yapışmalıdır. Və savadı olanlar... Mən sizə bir şey söyleyeyim. Bax, var savadlılıq, var məsələn, funksional bir savadsızlıq da var. Savadlı bəllidir o savadlıdır. Funksional savadsızlıq nədir? Belə baxsın o diplomu var. Hətta lazım gəlsin 4-5 dənə ali təhsillə var, diplom qoyur qarşına. Amma funksional savadsızlıqdır. Prinsip etibarilə onun diplomu var, amma onun savadı yoxdur. Və onu da işə götürmürlər. Məsələn, xarici dil institutları, tutaq ki, bu ingilisli ixtisası qurtarıb, düzdür? Diplomu var. Onu yox, diplomu olmayan bir peşə məktəbinin qurtarmışı işə götürürlər. Niyə? Çünki o ingiliscə bülbül kimi danışır. Mövqeyin bildirir, tərcümələrini edir. O birisi isə diplomu var, eyni şeyi görə bilmir. Dil bildiyinə görə götürülür. Yəni onun deməli əsas... Bir ayrı qrammatika. Yəni əsas nədir? Əsas onun, tutaq ki, bu qutaran bir konferansın tərcüməsi tapşırılır konferansda. Bu təhsilli o səviyyədə tərcüməni apara bilmir, amma o yüksək təhsili çalmayıb, amma fərdi təhsillə, ünsiyyətlə, danışıqlarla, yəni müəyyən peşə vərdişləri qazanıb, o daha çox diqqət cəlb edir ki, diplomu yoxdur, amma gözəl ingilisini öyrənə bilib, bacarır, ünsiyyətçildir. Səhv danışıb, düz danışıb, dəxli yoxdur, o qədər danışıb ki, avtomatiklik onun əmələ gəlib. Yəni, belə hallar da var. Ona görə, bilirsiniz, təhsil diploma malik olmaq bugün çıxış yolu deyil. Amma yeri gəlmişkən, efinizdən bir şey də söyleyeyim. Diplomu var da insanların bir qismində belə bir düşüncə var ki, mütləq day-day tapmaq lazımdır. Bir yaxın vəzifədə işləyən qohumun olmalıdır və s. ki, bir işə düzəlsən. Amma eyni zamanda mən maraqlanmışam bu sahə ilə bağlı. Nə qədər müvafiq qurumlarda vakant yerlər var, vakant yerlərə müraciətlər yoxdur. Müraciət edən şəxs birinci imtahan verəcəkdir, düzdür? İmtahan verilməlidir, müvafiq bal toplamalıdır. Sonra isə müsahibəyə getməlidir. Gedib bal toplayıb o sertifikatları almırlar. Elə gözləyir ki, kimsə qabağa çıxıb onu işə götürsün. Dövlət qulluq sistemində artıq həmin o imtahan, dövlət imtahanları vermək lazımdır ki, işə götürmək üçün. Vakant yerlər var, insan gəlmir. Yəni, belə hallar da yeri gəlmişkən söyləmək istəyirəm. Elman müəllim, deputat olaraq seçicilərinizin qeydinə yetərincə qala bilirsiniz? Dediyim kimi, bəyər mən o məsələyə müəyyən mənada toxundum. Mən çalışıram bu məsələlərlə bağlı, onların... Yəni, o yetmir də, yoldur, qazdır, ümumiyyətlə tələbləri çoxdur. Tələblər çoxdur və eyni zamanda onlar, bilirsiniz, həm də istəyirlər ki, onların yanında olasan, onların ünsiyyətdə olasan, onları dinləyəsən, onlarla söhbət edəsən. Haqları da var da. Bəli, seçim də haqları da var və mən dediyim kimi, ayda minimum 2 dəfə onlarla görüşdən, bəzən 3 dəfə olur, daha çox olur. Bugün onları narahat edən nədir ümumiyyətlə, seçicilərinizi? Ən çox narahat edən nədir? Məsələn, narahat edən kənddə cürbəcür məsələdir. Dediyim, məsələn, məşğulluğu dedim, qazla bağlı problemləri söylədim. Mən o gün parlamentdə büdcənin birinci müzakirəsində də qeyd elədim ki,
deməli, bizim regionlar sosial-iqtisadi inkişaf ilə 4 dövlət proqramı icra edildi. Cənab Prezident imzası ilə 4 proqram icra edildi yüksək səviyyədə. Regionlarımızın köklü şəkildə dəyişdi. Amma təklif elədim ki, sərhədyanı ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı qəbul edilsin. Çünki dövlət sərhəddən başlayır. Sərhəddə girəndə əcnəbi görür ki, bu dövlətdə yaşayış necədir, onun sosial rifahı necədir, oradakı yol necədir, qazı varmı, işığı varmı? Yəni bu sosial məsələləri o sərhəddi kəsən kimi görür. Ona görə sərhəddən dövlət başlayır və hətta bir müəyyən ilkin layihələr də, pilot layihələr də həyata keçirmək olar ki, nəticədə insan məmnunluğu təmin edilsin. Məsələn, mən sizə açıq deyirəm, bəzən mən İranla sərhəd kəndlərdə olmuşam, onlardan yaşlı insanlarla görüşürəm. Mənə deyirlər ki, bilirsiniz, məsələn, yaşlı kişilər də mənə deyir ki, bizim ən böyük dərdimiz odur ki, biz ölüb gedirik ki, bir gün bizi qəbristanlığa dəfn etmək üçün çiynində bizi kim aparacaq? Yəni boşalıb da. Yəni qadınlar mı bizi çiynində aparacaq? Bizim belə ənənə yoxdur, bizi kişilər çiynində aparır. Qadın da dünyasını dəyişəndə, kişi də dünyasını dəyişəndə bunu kişilərin çiynində onun dəfni həyata, onlar aparırlar məzarlığa. Yəni ki, gənclər tərk edib gedirlər və belə bir aznacaqlı vəziyyət. Ona görə bu məsələləri mən qaldırıram ki, elə etmək lazımdır ki, insanların kənddən yox, kəndə qayıdışı reallaşsın. Kənddə suyu olanda, qazı olanda, işığı olanda, iş yerindən təminatı məsələsində müəyyən məsələlər görüləndə təbii ki, o kəndi tərk etmək istəməyəcək və bu da bizim üçün olduqca vacibdir. Hətta deyən bəzi hallarda siyasi əhəmiyyət kəsb edir. Xüsusilə İranla sərhəddə kəndlərin boşalması hesab edir ki, həm də bir siyasi məsələdir. Bu məsələ çox həssas yanaşmaq lazımdır və dediyim kimi nailiyyətlərimiz də var və söylədim, 20 kəndin asfaltlanması, 35 kəndin tam kabelləşməsi, sonra orada bilirsiniz, 5 kəndi biz daxili imkanlar hesabına nail olduq ki, Azərqaz onları deməli, onları qazı çəksinlər, mavi qazla təmin etsinlər. Bu da bir neçə il bundan qabaq olmuşdu. Amma yenidən bu məsələlər gündəmdədir. Hələ ki, çalışırıq ki, bu istiqamətdə də müsbət nəticə əldə edilir. Əmam müəllim, xalq arasında özünə nüfuz və dəstək qazanmaq üçün nə etmək lazımdır? Bilirsiniz, hamının xoşuna gəlmək də mümkün deyil. Yəni, 5 barbağın 5-i bir deyil, belə demək istəyirsiniz. Məsələn, siz çox fərqindəsiniz ki, Azərbaycanda reket jurnalistlər də var da, etiraf edən var. Tanınmazdır. Var. Və eyni zamanda reket olmayan, öz vəzifəsini vicdanla yetirilən mütləq sayda bizim jurnalistlərimiz var. Yəni, o bizdə azdırlardır. Niyə jurnalistləri misal çəkdiniz? Mən niyə bunu çəkirəm? İndi bir nəfər o reket jurnalisti əsas götürsün, mən desəm ki, Azərbaycan jurnalistlər reketdir, birincisini ağzınıza gələcək ki, elə şey yoxdur, düzdür? Yəni, bir nəfər niyə əsas götürsün deyirsiniz? Ona görə də bizim bu cəmiyyətdə, sosial şəbəkələrdə ağzına gələni yazanlar var. Bəzən bunu xalqın fikri kimi təqdim etmək istəyirlər. Xalqın mövqeyi deyil, onlar orada bir nəfər, bəlkə 10 dənə, 20 dənə, 30 dənə profil adı altında saxta profildən yazılar yazır. Ağzına gələni yazır, təhqir eləyir, sonra işgüzar nüfuza xələl gətirir, şərəf ləyaqəti alçaldır. 147-ci maddə böhtandır, 148-ci maddə bizim cinayət məcəlləsində bu təhqirdir. 148-ci maddə bu saxta profil adı altında insanın şərəf ləyaqətini alçaltmaqdır. Ta 2 ilə qədər həbs burada öz əksini tapıb ki, cəzalandırıla bilər həmin şəxslər. Eyni zamanda parlamentdə biz bu günlərdə komitə səviyyəsində informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun layihəsinə düzəlişi müzakirə edirik. Məqsəd nədir? Məqsəd odur ki, sosial şəbəkələrdə çıxıb, deməli, insanların şərəf və ləyaqətini təkcə alçaltmaqla kifayətlənmirlər. Eyni zamanda əxlaqa və mənəviyyata zidd orada davranış ortaya qoyurlar. Eyni zamanda jestlər eləyirlər. Sonra o ən qədim peşəyə çağırışlar eləyirlər. Onun təbliğinə məşğuldurlar sosial şəbəkələrdə. Buna qarşı mübarizənin özündə etibar edən biz indi qanun layihəsi indi bir yaxında məclisə çıxarılacaq. Bunlar niyə görə söyləyirəm? Yəni xalq adı altında bəzən belələri çıxır qabağa. O belələri dedikdə dırnaq arası yormur sizləri? Yox, bilirsiniz, elə olan hər birinin fikir versə, hər birine reaksiya versək, onda daha biz heç bu deputatlı fəaliyyətini apara bilmədik ki.
Biz bilirik ki, onlar xisləti nədir, onlar kimdir, onlara baş qoşmağı bəzən istəmirik. Həm də bilsə niyə istəmirik? Bax, heç kimin tanımadığı bir adam, populyar bir adamı, bir siyasi xadimi, deputatı, naziri təhqir edir, şər böhtan atır. Bu vəziyyətdə sadə yol nədir? Onu verirsən məhkəməyə və sübut edirsən ki, bu şər böhtandır, ona qarşı cinayət şahsıdır, o həbs edilir. Nə baş verir bunda? Həmin o heç kimin tanımadığı ad və soyaddan bir qəhrəman obrazı formalaşdırılır. Cəmiyyətə o təqdim edilir. Gecə gündüz ona reklam edilir ki, o həbs edilib bir deputatla bağlı güya müstəqil və azad söz ifadə etdiysin. Azad söz deyil, bu təhqirdir, bu şərdir, böhtandır. Bunun cinayət məzəlləsi ilə artıq o məsuliyyət daşıyır. Və onun həbsi baş verəndə deyirlər ki, bu siyasi məhbusdur. Siyasi məhbusdur, fikir verirəm. Siyasi məhbusdur. Demək, adi bir adama qarşı onu etsə, adi heç kimin tanımadığı bir adam onu məhkəməyə versə, həmin eyni adamı, onu siyasi məhbus deməyəcəklər. Amma tanınmış bir ziyanlı, alimi, siyasətçini, nə bilim, deputatı, naziri və s. söysə, təhqir etsə, o məhkəmə versə, o oldu siyasi məhbus. Bax, ikili standart budur da. Biz bir çox hallarda məsələdə fikir vermirik ki, onun səviyyəsini emirik ki, o kimdir ki, ona baş qoşasan. Çünki onun yazdığı bir cümlədə mənə 5-6 dənə üslub səhvi, hərbi səhv tanıyıram, tapıramsa, onunla nəyə polemikaya girəsən? Yəni, o insanlar, hesab edən, uğursuz insanlardılar və onlar biz o məntiqlə yanaşırıq ki, it ürər, karvan keçər. Bu məntiqlə. Uğursuz insan adətən uğurlu insan öndə olur. Uğursuz insanlar necə öndə ola bilər? Uğursuz insanlar, bu cür uğursuz insanlar, uğurlu insanların pahalılığını çəkirlər. Amma pahalılığını çəkmək yox. Əksinə məşğul olmalısansa, deməli, sağlam rəqabət aparmalısan. Niyə görə o uğura imza atıb, mən ondan əskiyəm, mən ondan zəifəm, üzərində işlə, çalış, vuruş, bunlara nail olunur. İndi bunlar yoxdur, bilsən, zəhmət çəkmək lazımdır. Zəhmət çəkmək lazımdır. Zəhmətsiz heç nə olmur. Amma buna şər atmaq yolu, bu Allahın da bəyənmədiyi bir məsələdir və belə insanlara mənim hətta yazığım gəlir. Yazığım gəlir ki, bu insanlar görünə qədər tükəniblər ki, ancaq özlərinin mövcudluğunu bu cür təsdiqləmək istəyirlər. Həm də sevinərlər ki, onların bu söyüşünə və təhqirinə sən reaksiya verəsən. Bunlar onda qürurlanırlar ki, bunlar çox ciddi bir fiqur imiş ki, bunlara baş qoşuldu, bunlara reaksiya verilir, cavab verir. Onlar mənim üçün yoxdur. Belə insanlar tarixdə epizod da deyirlər hətta. Epizod, onların gəlişi nəyisə dəyişir, nə gedişi nəyisə dəyişir. Onlar sadəcə bir mövcudiyyətdir. Bir insan cildində bir varlıqdır. Onların cəmiyyətə, dövlətə heç bir xeyri yoxdur. Ancaq ləkələməklə məşğul. Yəni, biraz da dini desə, şeytan işinə məşğuldur. Şeytandır. Və öz mənafeyinin namını və şeytanla da müqavilə imzalamağa hazırdır. Belə insanlardırlar. Onlar daxilimizdə də var, xaricdə də var bizə qarşı. O gecə-gündüz şər böhtan atanlar var. Onlar eyni xislətli adamlardılar. Biz onlara heç baş da qoşmuruq. Amma gec-tez belələrin cəzasını alırlar. Bu labüddür. Prosesdir və onda siz şahidlik edirsiniz. Bəli, çox sağ olun Elman müəllim. Bizə ayrılan vaxt sona çatmaq üzrədir. Bugünkü mövzuda ən çox hansı sualı eşitmək daha sizə xoş olardı? Bundan sonra eşitmək? Bəli. Ürəyinizdən hansı sual keçirdi ki, bu sualı da peş verərdi? Hansı sual eşitmək istəyərdiniz? Özünüz. Sizdən eşitmək istəyirik. Mən hal-hazırki vəziyyətdə başqa bir çox vacib bir tədbirdə iştirak eləməliyəm və mən daha sonra yubanıram deyə. Hətta hal-hazırki vəziyyətdə heç bir sualın olmamasına daha çox sevinirəm. Elə deməyin. Elman müəllim, sonda bir məzəli sual verəcəm. Məzəli sualla aranız necədir ümumiyyətlə? Mən yumoru sevirəm. Sevirsiniz. Yumoru sevirəm, bəli. Onu da belə eləyək. Belə bir ayağını yorğanına görə uzatmayanı nə gözləyir? Nə olur? Ayağını yorğanına görə uzatmayanı? Nə olur da? Sonra nə olur? Elə bir yatırsınız, ayağınız çöldə qalıb, yorğanına qalıb. Bu adamlar ki, yox, yorğanına uzatmayanlar, onlar müflis olurlar, onlar bankrot olurlar. Bankrotluğunun çoxlu şahidləri, nümunələri var. Siz təsəvvür edin ki, əlindəki pulla elə davranır ki, sanki dədəsinin puludur. Onu kredit götürüb, ondan elə istifadə edir ki, sanki öz puludur. Sonra məlum olur ki, krediti qaytara bilmir, problemlə üzləşir və s. Gərək
bu pulu götürmüsənsə, sən gedib bahalı əşyalara verib, gəlib nümayiş etdirincə, həmin pulla gedib maşın alırsan, hamı da görür ki, sən bahalı bir maşının var. Sonra məlum olur ki, sən onu qaytarmalısan, kreditdə ayda qaytarmalısan. Sənin onu qaytarma pulun varmı? Aylıq qazancı buna imkan verirmi? Məlum olur ki, yox, qətiyyən imkan verir. Onda deyirlər, ayağını yorğanına görə uzatmamısan, indi də batırsan, sizin sözünüzdən belə çıxır ki, ayağını yorğanda görə uzatmayan bankrot olur, müfsizləşir, amma mən deyərdim xəstələnir. O siz fiziki anlamda deyirsiniz, ayağına görə uzatmayan, amma otaq birdən isti olsa, o xəstələnməyə də bilir. Amma mən onun məcazi və real məzmununda söyləyirəm ki, hansı ki, o misalı sağalmaq və ya xəstələnmək anlamında çəkməyiblər bizim dədələrimiz, babalarımız. O misalı çəkiblər ki, imkanların daxilində addım at, imkanlarına uyğun addım at. Sən yorğanına görə ayağını uzat. Sənin iddialarınla imkanların üst-üstə düşsün. Düşməyəndə, bax, onda faciə başlayır. Və bütövlükdə onu qeyd eləmək istəyərdim ki, yumor hissini hesab edim ki, lazımdır hissidir. Yumor hissi həmişə insanda olmalıdır və mən hətta auditoriyada bəzən yumordan istifadə edirəm ki, tələbələr mühazirəyə qulaq asanda ki, yorulurlar. Bəzən yumor hissindən də istifadə edirəm ki, o vəziyyətdən çıxam. Məsələn, birinci deyim, baxıram ki, tələbə artıq yoruldu, bəyadan bir 40 dəqiqədə mən dayanmadan mühazirəni söyləyirəm. Ona saxlayıram, deyirəm ki, bir gün müəllim dərs danışanda deyir ki, uşaqlar, biz artıq Darwin nəzəriyyəsindən var insan yaranışı ilə bağlı. Eyni zamanda yeni nəzəriyyə var ki, yeni nəzəriyyəyə görə insan torpaqdan əmələ gəlib, torpağı qaydacaq. Yəni, yeni nəzəriyyə budur. Getdikcə bu daha çox populyarlıq qazanmağa başlayır. Və bu zaman auditoriyada olan tələb şagirdlərdən bir əlin qaldırdı. Ay müəllim, siz belə deyirsiniz, amma atam elə dünəndən bu mövzuda evdə söhbət gedirdi. Dedi ki, insan torpaqdan zaten yaranmıyor. İnsan meymundan yaranır, kökündə meymundan. Meymundan biz yaranmışıq. Müəllim də cavabında deyir ki, ay bala, mən sizin ailənizdən danışmıram ki. Yaxşı cavab verir. Mən sizin ailənizdən danışmıram ki. Əgər bunu deyirsən, bir vəziyyətdən bir sahibi gülüş gəlsin, təbəssüm gəlsin, sonra təzədən dərsimizi davam edirik. Bəli. Təbəssümünüz mükafatındır. Hətta bizim tanınmış yazıların birinin də əsərin adı belə təbəssümün mükafatındır. Yəni, arzu edirəm ki, insanlarımızın üzündən təbəssüm əskik olmasın. Həmişə güləriz olsun, həmişə müsbət emosiyalarını yaşasınlar. Bilsinlər ki, istənilən çətinlikdən sonra mütləq bir uğur gəlir. Heç bir zaman davamlı çətinlik və davamlı uğur da yoxdur. Onlar bir-birini tamamlayır, dəyişirlər və nikmin olmaq lazımdır. Bilin ki, Allah Taala yaradan ədalətlidir və bir çox hallarda çətinliyə bir sınaq kimi baxın. Allah çox hallarda sevdiyi bəndəsini çoxlu sınaqlardan da keçsin. Sonra isə artıq üfüqdə parıldı və orada daha böyük nailiyyətlər gözləyir. Yəni, ruhdan düşməmək, irəli getmək və öz hədəflərinə çatmaq. Dövlətini sevmək, dövlətçiliyini sevmək və öz dövləti prezidenti ətrafında bir monolit qüvvə kimi birləşmək. Bu, hesab edirəm ki, bugünkü gənclik üçün də əsas bir yoldur. Bunun gələcəyi və inkişafı üçün əsas yoldur. Bəli, insan üçün ən böyük sərvət mənsub olduğu xalqın hörmətini, inamını, sevgisini qazanmaqdır. İnsanların qəlbində ucalan saray heç kim dağıda bilməz, yıxa bilməz. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt sona çatdı. Mehriban görüş verişində gələn görüşlərə dək.